Salam hanımlar, kanalıma xoş gəlmisiniz. Bu gündən sizinlə istifadə etdiyim tonallər haqqında danışmaq istəyirəm. Bu BB krem Holika Holika'nındır. Çox gözəl teksturası var. Quru dərilərə tam uyğundur. Örtücülüyü ortadır. Qeyd edim ki, mənim dərim qurudur. Yəni məndə olan tonallərin çox quru dərilərə uyğundur. Bu Escla'nın tonalisidir. Məndə olan ən açıq rəngidir. Mən bunu məsələn hansısa bir yerə qonaq gedəndə və yaxud da yığıncaqda istifadə edirəm. Örtücülüyü çox yaxşıdır. Ortadan yüksəyə doğru gedir. Bu tonalın lüks vizajındır. Evolution tonalisidir. Çox gözəl teksturası var. Quru dərilər inanmıram ki, bunu sevməsin. Yəni nəmləndirici effekti verdiyinə görə. Hətta bəzən nəmləndiricisiz də istifadə edirəm bunu. Örtücülüyü də ortadır. Gündəlik makyajlarımda bu tonaldan istifadə edirəm. Bu Vivien sabunun tonalisidir. Bu tonalin çəhrayı alt tonudur. Ona görə də yəni əgər dəriniz çox ağdırsa getməyə bilər rengi. Örtücülüyü ortadan yüngülə doğru gedir. Amma yəni sevmədiyim bir tonalidir. İkinci dəfə almaram bunu. Bu tonalini yəni istifadə edib bəyənən varsa şərhlərdə bildirər. Bu Kroyolan tonalisidir. Örtücülüyü çox yüksəkdir. Bunu da yenə ziyafətdə və yaxud da hansısa yığıncaqda istifadə edirəm. Gündəliyə uyğun deyil. Bu tonalini də istifadə etməmişdən qabaq üzü yaxşı nəmləndirib baza vurmaq lazımdır.